Zaqatala rayonunda yaşayış məntəqələri və əkin sahələrinin sel sularının mühafizəsini təmin etmək məqsədi ilə rayon ərazisindən axan dağ çaylarında sahil bərkitmə, o cümlədən çay məcralarının tənzimlənməsi işləri aparılır. Ötən il olduğu kimi bu ildə dağ çaylarında sel təhlükəsi davam eləyir. Zaqatala su meliorasiya sistemlərinin istismar idarəsinin texnikaları hazırda məcra tənzimləmə işlərinə cəlb olunub. Ötən il idarə tərəfindən çay məcralarında tənzimləmə, daş beton bəndlərin cari təmiri aparılıb. 83 kilometr suvarma kanalları isə lildən təmizlənib. Kanalların lildən təmizlənməsi ilə su itkisinin qarşısı alınıb. Bura sel sularının, daşqın sularının zərərli təsirinə tez-tez məruz qalırdı. Aşağı dala, Üçüncü kəndlərin əkin sahələrinə, yaşayış məntəqələrinə zərər vururdu. İndi 300 pagonometr uzunluğunda sahil bərkitmə işləri başlanılıb. İşlərin 50% yekunlaşmış vəziyyətdədir. Tala çayının sağ sahilində, Nizami küçəsindən keçən hissəsində, Zaqatala şəhər ərazisində 300 pagonometr, aşağı Tala kənd ərazisində 300 pagonometr əlavə olaraq 2026-cı il üçün nəzərdə tutulmuş tədqiqat planına əsasən Buxaq çayının sol sahilinə Suvagil kəndi ərazisində, sağ sahilinə Qımır kəndi ərazisində, Katef çayının sol sahilinə Qəbrizlərə kəndi ərazisində, Tala çayda Göyəm kəndi ərazisində işlər planlaşdırılıb. Görülən qabaqlayıcı tədbirlər çay sahillərinə yaxın ərazidə yaşayan insanların təhlükəsizliyini tam təmin eləyir. Yaşayış məntəqələri və əkin sahələri sel sularından qorunmuş olur. Bir balaca su gələn kimi insanlar burada əkini düzəməli, əkin sahəsində buğda, arpa əkmək üçün biraz çətinlik çəkirdilər, qorxurdular ki, sel suları düşər. Sel suları yəqin ki, buğdanı, arpanı yürüb aparar. İndi isə arxayın öz əkin sahələrinə buğdanı, arpanı əkə bilirlər, tütün əkə bilirlər. Həm də özləri üçün yaşayışın səviyyəsini yüksəltmək üçün nəyə ehtiyac var, o məhsulları əkə bilirlər. Qeyd edək ki, Zaqatala su meliorasiya sistemlərinin istismar idarəsi rayon ərazisində əkin sahələrinin suvarılması, sel və daşqınlara qarşı mübarizə tədbirləri ilə yanaşı, əhalinin keyfiyyətli içməli su təchizatı ilə bağlı mütəmadi işlər aparır. İçməli suyun verilişində fasilələrin yaranmaması üçün baş verən qəzalar operativ şəkildə aradan qaldırılır.